Hər kəsi Bahar söhbətlərindən salamlayıram. Bahar Residence olaraq biz memarlıq, şəhər və insan rifahı ilə yaxından maraqlanırıq və bu mövzuları işıqlandırmaq üçün müxtəlif ekspertləri verilişimizə dəvət edərək onlarla həm maraqlı, həm səmərəli söhbətlər edirik. Bugünkü qonağımız Memarlar İttifaqının katibi Şeyda Novruzadədir. Şeyda xanım, xoş gəlmisiniz. Çox sağ olun. Dəvətimizi qəbul edədiyinizə görə sizə təşəkkür edirəm. Təşəkkür edirəm dəvətiniz üçün. Və çox ümumi bir sualla başlayacağam. Uğurlu dizayn nədir? Əslində mən düşünürəm ki, hər bir həmkarımın arzusunda olan bir sualı verirsiniz. Əslində bunun düsturu olsaydı, biz uğurlu dizaynın nümunələrini bir çox yerdə görərdik. Düşünürəm ki, birinci göstərici uğurlu dizaynın zamansız olmasıdır. Dizayn nədir? Müəyyən bir trendləri var onun və o trendlərə həm uyğun olmayan, yəni o trendlər getdikdən sonra da müasir interyer məncə uğurlu bir dizayndır. Çox gözəl, qısa və lakonik bir cavab verdiniz. İnteryer dizaynında dediyiniz o zamansız nümunələr var yəqin ki, onlardan bir neçəsini sadalaya bilərsinizmi? Əlbəttə ki, var. Düşünürəm ki, bu zamansız dizayn daha çox ictimai interyerlərdə bizim qabağımıza çıxar. Çünki təəssüflər olsun ki, fərdi yaşayış evlərində hər birini görə bilmərik. Amma belə bir uğurlu memarların, ulduz memarların, Zaha Hadid kimi ulduz memarın interyeri məncə zamansızdır. Yəni o hər zaman onun yaratdığı mühitlər hər zaman müasir, hər zaman əlçatmaz və maraq yaradan bir mühit olacaqdır. O zaman sizin dediyiniz kimi biraz da trendlərin arxasıca gedən yox, əksinə bütün qaydaları pozan dizayn uğurlu dizayna çevrilir. Bəli. Tam belə bir təzadlı dizayn deyə bilərikmi? Əlbəttə, bəli. Yəni öz tərzində, öz dəsti xəttində və heç zaman heç kimi təkrarlamayan. Çox maraqlı. O zaman dizaynda da elə digər sahələrdə olduğu kimi qaydaları bilib daha sonra pozmaq düsturu işləyirmi? Ümumiyyətlə dizaynda qaydalar nədir? Yəni ki, bu qaydalar bilavasitə bizə ergonomikaya uyğun olmaq, yəni ergonomika hallarına uyğun olmaq, rəng çalarlarını düzgün seçmək və digər xırda bir detallar var. Amma bu düsturu nəzərə alsaq, digər istənilən qaydanı pozmaq olar. Çünki biz memarlar, biz yaradanlar üçün yaradanlarıq. Yəni ki, bu mühit birbaşa yaradılan insan üçün onu əks etdirən bir mühit olmalıdır. Yəni memar ilk öncə əlbəttə ki, memar öz portfolyosunu düşünməlidir, amma birinci o öz sifarişçisini əks etdirməlidir. Ona görə də biz hər zaman, hətta öz tələbələrimizə də bunu başa salırıq ki, memardan öncə bir psixoloq olmalıdır. Sənə sifariş gələndə sən o sifarişi tamamilə xırda detallarına qədər təhlil eləməlisən və sonra artıq öz istedadına, öz layihələrinə uyğun bir mühit yaratmalısan. Əslində düşünümdən biraz daha qəliz səsləndi. Həm qayda var, həm qayda yoxdur. Eyni zamanda sadəcə memarın yox, bir o qədər də sifarişçinin iç dünyasını əks etdirir bir mühit. Yəqin ki, uğurlu olması da buradan, əgər bu dediklərimizi qarşılayırsa, uğurlu olduğunu deyə bilərik. Bəli, memar olmaq çətindir. Heç şübhəm yoxdur. Ümumiyyətlə elə sifarişçi dediniz, son dövrlərdə görürük ki, hər kəs evini dizayn eləyir. Ümumiyyətlə interyer dizayn heç olmadığı qədər dəbdədir. Sizcə bu maraq, təbii ki, istehlakçı mədəniyyətdə yaşayırıq, hər şey daha çox alırıq, satırıq. Amma sizcə sırf bu dizayna olan marağa nə təkan verib? Xüsusilə də interyer dizaynından söhbət gedir. Düşünürəm ki, dizayn hər zaman dəbdə olubdur, hər zaman maraqda olubdur. Hətta Azıq mağarasına baxsaq belə, onu daşların üzərindəki çizimlərə baxsaq belə, insan yaşadığı mühiti həmişə formalaşdırmaq istəyibdi. O öz həyat tərzini əks etdirmək istəyibdi və kiçik bir bizi bağlayan, o dönəmlə bugünü bağlayan kiçik bir xətt var və o xəttdə mühitdir. Mühit
yenə dediyim kimi insan yaşadığı mühiti birbaşa öz həyat fəlsəfəsinə əks etdirməlidir. Yəni əlbəttə ki, biz memarlar kömək eləyirik buna, amma biz memarlar daha çox insanın düzgün ergonomikasına, düzgün seçimlər, material seçimlərinə kömək eləyirik. Bu fərdi yaşayışlardan söhbət gedir. Praktik yönünə yəni. Bəli, praktik və praktik yöndən. Digər tərəfdən isə insan baxdıqca, yəni mən artıq sifarişçi tərəfdən deyirəm. Məsəl üçün, onun üçün heç bir fərqi yoxdur. Yerdə fərqli kafeldir, hamamda yerdə fərqli kafeldir, divarda isə fərqlidir. Bunu artıq dizayner bir yön göstərməlidir də, deməlidir. Yəni əslində bunu sifarişçi heç bilməməlidir də. Bu sadəcə istifadəçinin istəyidir. Bunu artıq peşəkar yönəltməlidir. Və bu gün əlbəttə ki, dizayn həmkarlarım tərəfindən tərtib olunan maraqlı dizayn həlləri var. Görürəm, sevinirəm və düşünürəm ki, Azərbaycan memarlarının və dizaynerlərin artıq layihələri Azərbaycandan kənara da keçməlidir. Çünki həqiqətən də çox maraqlı, istedadlı kadrlarımız var. Bu çox sevindirici bir haldır. Amma sizin dediyinizdən belə anlayıram ki, dizayna hər zaman maraq olub, sadəcə bugün o daha əlçatandır. Bəli. Daha əlçatandır. Eynən. Sadəcə bir şey o zaman mənə qəribə gəlir, tam bir qıraqdan bir müşahidəçi kimi soruşuram. Əgər mühiti özünküləşdirməyə çalışırıqsa, niyə o zaman son zamanlar gördüyümüz sırf fərdi yaşayış sahələri bu qədər bir-birinə bənzəyir? O neoklasik, o gördüyümüz o divardakı yapışdı, adını da bilmirəm, moldinglərdən tutmuş, nə bilim, çox tipik həllər görürük əslində. Çox haqlısınız ki, çox uğurlu var artıq bizim memarlarımız və bu çox sevindirici bir haldır. Amma belə daha ümumi baxdıqda, bəlkə də kənardan baxdıqda görürük ki, özünküləşdirmək yerinə ki, bu qədər seçim var da əslində, biz standartlaşmağa doğru mu gedirik? Bunu deyə bilərsinizmi? Bu əslində bizim memarların hər zaman danışdığımız mövzudur ki, axı niyə bu qədər fərqli seçimlər var ikən sifarişçi xalam oğlunun evində olan tərzdə elə, yox sən heç nə bilmirsən, gedir onun yanına və eləyir. Mən buna bir mimari gözündən baxsam, burada problemi təhsilin olmamasında görürəm. Dizayn təhsilinin olmamağı, memarlıq təhsilinin olmamağı, yoxsa necə? Müəyyən bu sosial şəbəkələrdə 5 manata hazırlanan, kvadratı 5 manata hazırlanan interyer həlləri var. Bəli, təəssüflər olsun ki, belə səhifələr var və bu insanların hazırladığı, yəni ki, onların təhsilinə baxsaq heç təhsil almayan, sadəcə müəyyən proqramları bilən və müəyyən platformalarda hazır şəkilləri həmən mühitə özləşdirən insanlar var. Ona görə təkrarlanan interyerlər qarşımıza çıxır. Bu demək daha çox icraçıdır, memar deyil, sadəcə həmən belə deyək, proqramı bilən və rəsmi tətbiq edə bilən bir icraçıdan söhbət gedir. Bəli. Ən azından sizə deyim, məsəl üçün, bir 10 il bundan əvvəl belə bir fikir var idi ki, memarı neynirəm, bağ tikirəm, məsəl üçün. Memarı neynirəm, prorab var, 5 dənə bağ tikibdir, o gələcək, tikəcək. Var idi, belə bir düşüncə Belə bir düşüncə var idi. Amma son dönəmlər artıq sifarişçi tərəfindən öz istəklərini dəqiq bildiyi bir təbəqə gəlir, təbəqə deyə bilərəmsə. Yəni artıq tam formalaşmış, nə istədiyini bilən və memarla artıq düzgün texniki tapşırıqlar verə bilən sifarişçilər gəlibdir. Bilmirəm bu nə ilə bağlıdır. Çox güman ki, biz artıq çox səyahət edirik. Artıq bu sosial şəbəkələrdə ancaq müğənnilərin şəkillərinə yox, digər memarlıq nümunələrinə baxırıq. Ola bilər ki, bu mühit də sifarişçilərin artıq bu fikrini düzgün formalaşdırır və bizim işimizi də asanlaşdırır.
Demək ki, o standartlaşmanın səbəblərindən biri sizin dediyiniz çox yüksək təhsilə malik olmayan bir qrup icraçıdır. Bir tərəfdən də sifarişçinin istəyinin püxtələşməsindən söhbət gedir. Çünki sifarişçinin sizin dediyiniz o unikal, özünü yansıdan bir məkanı yaratmaq üçün hər halda həm özgüvənə, həm xüsusi bir zövqə malik olmalıdır. Bu da bizi gətirir növbəti sualımıza. Bəlkə də əbədiyyən olan bir sualdır. Zövq necə formalaşır? Formalaşırmı? Formalaşırmı? Da çox doğrudur. Bu məncə hər bir sahəyə aiddir, amma xüsusilə sizin sahədə bunun nəticələrini siz görürsüz. Zövq necə formalaşır və formalaşdırmaq mümkündürmü onu qıraqdan, kənardan? Kaş ki bir kitab olardı. Orada müəyyən düsturlar olardı və o kitabla uyğun hərəkət edib hər bir insan öz zövqünü formalaşdıra bilərdi. Zövq ümumiyyətlə nədir? Zövq uşaqlıqdan bizim əsas formalaşdığımız mühiti qavramağımız və o qavradığımız informasiyanı təhlil etməyimizdir. Yəni ki, bu gün biz ən azından özümüzə baxsaq, şəxsi təcrübəmizə baxsaq, biz 5 il əvvəlki mən kimi düşünmürəm. Məsələn üçün, mən 5 il əvvəlki mən kimi düşünmürəm və bu əlbəttə ki, gəzdiyim şəhərlər, olduğum mühitlər, hansısa bir hadisələr mənim artıq fikirlərimi formalaşdırır. Məncə zövq də eynən bunun kimidir. Biz nəyisə görürük, beynimiz istər-istəməz bunu təhlil eləyir və artıq o təhlil etdikdən sonra o informasiya qalır və nə zamansa bizə istifadə üçün lazım olur. O zaman biz deyə bilərikmi ki, zövq bizim gördüklərimizin, məruz qaldığımız məlumatın toplamının nəticəsidir? Bəli, deyə bilərik. Bu o deməkdir ki, bizim gördüklərimizə və oxuduqlarımıza çox diqqət eləməliyik. Mütləq şəkildə diqqət etməliyik. Bunun həm də digər tərəfdən də gördüklərimiz, oxuduqlarımız, elementar olaraq əl vurduğumuz əşyalar, bunların hamısı kiçik bir informasiya olaraq bizim beynimizdə olur və biz bunu heç cür proqramlaşdıra bilmərik. Və qeyd edə bilərəm ki, hər bir insanın zövqü unikaldır. Mənim xoşuma gələn nəsə sizin xoşunuza gəlməyə bilər və bu tamamilə bunun doğru və yaxud yanlış bir anlayışı yoxdur. Yəni ki, bu ya var, ya da bunun üzərində işləmək lazımdır. O zaman sizə provokativ bir sual verirəm. Deyirsiniz ki, doğru və yanlış yoxdur. Onda zövqsüzlük nə deməkdir? Zövqsüzlük şəxsi fikrin olmamasıdır. Gözəl cavab verdiniz. Bəli, bu sadəcə hardasa kimdəsə görüb özləşdirməyə çalışmaqdır və bu artıq prosesin bir hissəsidir. Yəni ki, hansısa bir detalda, hansısa bir situasiyada zövqsüzlük aşkar olunursa, mən düşünürəm ki, bu prosesin başlanmasıdır. Yəni ki, bir müddət sonra artıq bu təhlil olunacaq və bu demirəm ki, möhtəşəm zövq yaranacaq və sizin zövqünüzü oxşayacaq, amma getdikcə düzələcək. Eyni dediyim kimi, yəni hər kəsin zövqü tamamilə unikaldır. Kiməsə yaxşıdır, kiməsə pis. O zaman sizcə, bu da yəqin ki, biraz ümumi sualdır, amma zövq məsələsi bir tək memarlığı deyil, həyatımızın bütün sahələrində, bütün estetikanın olduğu bütün sahələri əhatə edir. Ona görə biraz ümumi bir sual vermiş olacağam. Biz deyə bilərikmi ki, zövqü kimsə formalaşdırmalıdır? Məsələn, memarlıqda siz xüsusilə Memarlıq İttifaqının təmsil edirsiniz. Müəyyən qurumlar, təhsil ocaqları və yaxud bugünkü gün yenə də sosial şəbəkələrdə təsirçilər deyirlər. Azərbaycanca sən demə adları təsirçiymiş. Onların bir rolu varmı, bir məsuliyyəti varmı bu barədə? Təsirçilərdən danışsaq, məncə bu müəyyən kütlə deyil. Bu hər birimizik. Bəli. Elementar olaraq bu memarlıqda, yəni ki, layihələndirdiyim layihədən getmir. Bu gün mənə özümü aparmağımdan gedir. Mən əgər evimdən çıxan zibili blokumun ağzına qoyuramsa, mən artıq mənfi təsirçiyəm. Xırda detallar, xırda göstəricilər. Yəni bilirsiniz necə? Biz ailə sadəcə sənin yaşadığın insanlar deyil. Ailə sənin həmvətəndaşlarındır. Doğru. Sən evdən çıxanda sən qarşılaşdığın hər bir insanı düşünməlisən.
evində təmir gedirsə elementar olaraq sən tikinti zibillərini həyətə tökməməlisən. Sən düşünməlisən ki, həyətində yaşayan uşaqlar var, xəstəsi var, qocası var və bu yaratdığın neqativ bir mühit qalan insanlara pis təsir edəcək. Yəni biz hər birimiz bir vətəndaş olaraq bunları düşünsək, məncə çox gözəl təsirçilərimiz olacaq. Yəni siz əslində zövqü biraz da etik dəyərlərlə əlaqələndirirsiniz. Yəni ki, etik qaydalara riayət edən vətəndaş məncə birbaşa zövqlü insandır. Çox gözəl. Sizin gözünüzdə bir anda göylərə qalxır, istər istəməz. Əlbəttə, bu çox böyük göstəricidir Lalə xanım. Əslində yəni ki, doğrudur. Əgər mən bir vətəndaş olaraq, əlbəttə ki, mənim də nələrsə xoşuma gəlir və hər bir olan hadisə haqqında mənim şəxsi bir fikrim var. Amma mən bu fikri neqativ olaraq təqdim etməməliyəm. Bunu inkişaf üçün əlbəttə ki, müəyyən bir işlər var və o işlərdə özümə bir yer tapmalıyam ki, faydalı olum. Özüm üçün, vətənim üçün, vətəndaşım üçün. Amma kimisə incitmək üçün, bu əsasən də o təsirçilər, o qalmaqallar üçün, kimisə incitmək üçün, qabağa getmək üçün bu məncə etik və zövqlü insanın edəcəyi iş deyil. Yəni ki, hər nə qədər vizual olaraq zövq sahibi olsa belə, sözsüz onun göstərdiyi təsir çox maraqlıdır. Əslində çox sevindiricidir ki, sizin dediyinizdə həm biraz məsuliyyət hiss eləmiş olur insan, bir o qədər də öz sözün yaxşı mənasında dəyərini anlamış olur ki, mən də buna necəsə töhfə göstərə bilərəm və əgər bu hər birimizin töhfə göstərmək istədiyi bir sahədirsə, elə vətəndaş olaraq ola bilər, developer olaraq ola bilər, memar olaraq ola bilər, gözəl bir tandem yarana bilər ki, bizim siz də bilirsiniz ki, bizim əslində məqsədimiz odur ki, ekspertlərlə danışırıq, fərqli insanlarla ünsiyyət quraraq həmən o əməkdaşlığı və icma hissini yarada bilək. Bəli. Və sizin dediyinizdə tam bunu əks etdirir ki, icmada insanlar bir-birinə hörmət, o ortaq dəyərlər ətrafında toplanır. Və əgər ortaq dəyər hamının rifahıdırsa, təbii ki, nəticə istər-istəməz müsbət ola bilər. Elə rifah demişkən belə bir sualımız var idi ki, mühit insanı müəyyən bir şəkildə hiss elətdirir. Siz şəxsi olaraq hansı mühitlərdə özünüzü daha xoşbəxt, daha rahat hiss edirsiniz? İnsanın istənilən mühitə düşəndə təhlil etdiyi bir proses var. Yəni ki, biz istər-istəməz hansısa bir məkana daxil olanda beynimiz başlayır analiz etməyə. Və əlbəttə ki, bizim hansısa beynimizdə xoş qalan, yəni uşaqlıq xatirələrimi deyim və yaxud hansısa bir xoş hadisələrin baş verdiyi o mühitimi deyim. O bənzər analogiyaları görəndə əlbəttə ki, insan özünü daha rahat hiss eləyir. Amma səmimi desəm, bunun çox xırda və asan yolları var. Bu ergonomik həllərdir, düzgün rəng seçimləridir, düzgün işıqlandırılmasıdır, çox vacibdir və ekoloji olaraq düzgün təhlil olunan məqamlardır. Rəng seçimlərindən danışdınız, belə bizim sadə insanların anlayacağı şeylərə yönəltmək istəyirəm söhbətimizi. Düzgün rəng seçimi dedikdə nəyi nəzərdə tutursunuz? Nə üçün? Fərdi yaşayış sahəsi üçün. Fərdi yaşayış üçün. Əgər bu sakit və yəni fərdi yaşayış ərazisində sakit zonalarımız var və aktiv zonalarımız var da və sakit zonalarda müəyyən rənglər var ki, hansılar ki, qətiyyən istifadə olunmamalıdır. Bu al-əlvan, çox göz yoran rənglərdir. Çünki sakit zonalarda adətən beyin istirahət eləməlidir. Biz bunları da yəni ki, nə mən, nə mənim həmkarım öz-özündən icad etməyibdir. Bunu böyük kollegiyalar, psixoloqlar, memarlar və digər mütəxəssislər təyin ediblər ki, insanın fəaliyyətinin aktivliyi və yaxud passivliyi mühiti təyin eləyən məqamlardan biridir. Yəni ki, funksiya və forma deyirsiniz. Daha çox funksiya.
Daha çox funksiya deyirsiniz. Bəli, əlbəttə. Ümumiyyətlə iş prosesində çox bu ikili qarşısında çoxmu qalırsınız, yoxsa hər zaman funksiyanı seçirsiniz? Mənim bəxtim gətiribdi ki, mən bir çox memarlarla daha çox ünsiyyətdə oluram və hər zaman onların gördüyü işləri, prosesi təhlil eləyirəm və bəzən birinci forma və sonra funksiyanı düşünəndə memar axıra yaxın biraz kauzus yaşayır, çətin olur. Yəni ki, biz formanı düşündük, təhlil elədik, sonra o funksiyanı yerləşdiririk, ora alınmır. Əlbəttə biz müəllimlərimiz həm tələbələrimizə də bunu öyrədir ki, birinci biz funksiyanı qəbul eləyirik, həll eləyirik, sonra artıq forma üzərindən düşünürük. Çox maraqlıdır. Yəni ki, orada bir ardıcıllıq var. Orada ardıcıllıq var, amma müasir dövrdə bu iki anlayışın paralel getdiyini də demək olar. Funksiya ilə formanın. Bəli. Buna nə imkan yaradır, nə şərait yaradır ki, biz funksiya ilə formanı paralel aparırıq? Müasir texnologiyalar. Daha rahat nəyinsə dəyişməsi, insanların hansısa bir çərçivədən çıxması. Bu çox vacibdir və çox maraqlıdır və bizim sahədə bu çox tez-tez rastlaşdığım və gördüyüm bir amildir ki, insanlar artıq çərçivədən çıxıblar. İnsanlar ofislərdən çıxıblar. Çox gözəl. Bəlkə də karantinin göstəricisidir, təsiridir. Artıq karantindən sonra insanlar daha rahat yaşamağa yönəliblər və yaxud müasir texnologiyalar, süni intellekt və s. Əslində sosiologiyada, yəni bildiyim sahədən şərh verə bilərəm ki, funksionalizm deyə bir məktəb var və ümumiyyətlə cəmiyyətdə baş verən hər hansı bir dəyişikliyi ilk öncə funksiya baxımından təhlil edir. Məsələn, bir adəti götürək ya da ki, bir dənə batil bir inanc ola bilər ki, çox primitiv bir nümunədir bəlkə. Gecə vaxtı dırnaq kəsməzlər deyə bir batil inancı var. Və funksionalizm deyir ki, həmən o inancı və yaxud həmən o adəti siz funksiya olaraq təhlil edə bilərsiniz ki, yəni necə olub ki, insanlar belə bir inanca gəlib çıxıblar. Çox sadə bir təhlil var ki, işıq yox idi, axşam vaxtı işıqlandırma oldu, yerdə yeməklər qazanlarda olurdu və s. və o çirkin harasa düşmə ehtimalı var idi. Bəsit izahları var onların və elə həmən o məntiqi biz sizin dediyinizlə əlaqələndirəndə başa düşürük ki, əgər əvvəllər ofisdə olmaq və yaxud hər hansı bir çərçivəyə sığmaq mütləq idi, çünki o zaman ancaq səmərəli iş görə bilirdiksə, bugün artıq o funksiya itir, ehtiyac qalmır. Ehtiyac qalmadıqca müəyyən bir ictimai təkamül yaşamış oluruq və nəticə dəyişir. Və yəqin ki, yaşadığımız yerlər, sahələrdə bunun göstəricisidir. Hətta belə bir müzakirə var idi ki, memarlıqda daha çox amorf, axıcı formaları daha çox görürük, həm daxili interyerdə, həm eksteryerdə və bunun da belə bir bilmirəm nə qədər razısınız bu fikirlə ki, əslində bizim inanclarımızın çox daha çərçivəli deyil də daha axıcı, daha olduğunun bir növü göstəricisidir. Bizim o sizin dediyiniz şuuraltı psixologiyanın bir növ yaratdığımız formaya yansımasıdır bəlkə də. Nə düşünürsünüz bu haqda? Əslində maraqlı fikirdir. Məncə bu axıcılıq biraz da təbiətlə bağlıdır. İnsan artıq təbiətə qayıdır. Fikir verin, hətta fərdi yaşayış evləri də çoxalır. İnsanlar təbiətlə birbaşa ünsiyyətdə olmaq istəyir. Bu həm seçilən materiallarda da, yəni ki, tikinti materiallarında da bu istifadə olunur və formalarda, yəni ki, rəng seçimlərinə fikir verin. Son dönəm dəbdə olan rəng seçimləri bu torpaq rəngləridir. Torpaq rəngləri, yaşıl rəngləri, yəni ki, göz oxşayan rənglərdir. Heç kim artıq qırmızı mətbəx sifariş eləmir. Mənim mətbəxim yaşıldır. Çox belə rahatlıqla etiraf edirəm ki, mətbəxim yaşıldır. Mən bu trendə uyğun bir hərəkət eləmişəm. Çox gözəl. Mənim də pərdələrim yaşıldır. Pərdələrimiz yaşıl. O belə söhbətimiz əsnasında təkrarlanan bir fikir var idi ki, özünküləşdirmək. Amma özünküləşdirmək sadəcə fərdi mənada deyil, bir o qədər də
milli mədəni dəyərlərimizin ora yansımasıdır. Bəli. Ki müəyyən kommersiya sahələrində biz bunu görürük, amma çox limitli şəkildə görürük və sizinlə daha öncəki söhbətimizdə də qeyd elədik ki, bizim üçün yaxşı, bərabərdir qərbdən gələn zövqü elə ki bir növ ona bərabərləşdirmişik. Qərbdən gəlməsi, xaricdən gəlməsinə bərabərləşdirmişik. Sizcə mədəni milli kodların dizaynda tətbiqinə necə təkan vermək mümkündür? Ümumiyyətlə bu milli mədəni kodların tətbiqi haqqında nə düşünürsünüz? Açılıb bu məni son dönəmlər çox maraqlandıran bir mövzudur. Çünki mən Memarlıq və İnşaat Universitetində dərs deyirəm və tələbələrlə hər zaman ünsiyyətdəyəm və hər zaman düşünürəm ki, mən əlavə nə verə bilərəm ki, uşaqlara ki, onlar 4 il sonra məndən daha yaxşı olsunlar. Çünki istər-istəməz 4 il bizim bərabər keçirdiyimiz mühit onların formalaşmasında çox vacib bir amildir və inkişafına böyük təkan verən bir mühitdir. Mən düşünürəm ki, milli dəyərlərini əks etdirən mühitin formalaşması üçün biz təhsildən başlamalıyıq. Təəssüflər olsun deməyim. Bu yəni ki, normal bir praktikadır. Qərbə yönəlik, meyillik, təbii ki. Yəni ki, bu hətta xırda bir göstərici deyim. Geyimlərdə belə fikir verin. Son dönəmdə nə gözəl bizim yerli brendlər yaranıbdır və inkişaf edir və biz onları gündəlik həyatda bir çox xanımların, kişilərin üzərində görürük. Eynən də mən düşünürəm ki, xırda bir detal mebellərdə, məsəl üçün, əgər biz milli dəyərləri əks etdirən xırda bir detallarda, nə bilim, qapının ruçkası olsun. Bu yaxınlarda mən sosial şəbəkələrdə bir video qabağıma çıxdı. Qazaxıstandan olan bir dizayner qapının qulpunu onların səhv etmirəmsə ya xalçalarındadır, ya libaslarındadır. Bir qaranquş forması var. Mədəni simvolu var. Qapının qulplarını o qaranquş formasında etmişdir və mən baxdım ki, nə dərəcədə bu gözəl görünür. Təsəvvür edin ki, minimalistik dizaynda, o dediyimiz hər kəsin bəyəndiyi minimalistik dizaynda, gizli qapılarda birdən-birə o həmən qaranquşun görünməsi. Əslində çox maraqlıdır da, çünki bütün elə bir ki tam bir dairə eləmiş olduq sizlə. Biz dedik ki, zövq əslində o fərdiliyi yansıda bilmək üçün, onun üçün də biraz əminlik lazımdır. Demək, biraz milli kimliyinə, özüvə güvən olmalıdır ki, həmən o kodlara istinad edə biləsən və onlara əminliklə, yəni kimisə imitasiya etmək yerinə, bu xala oğlu ola bilər, bu xaricdəki bir təsirçi ola bilər. Bəli. Öz hekayə və öz sənə doğma gələn o detalları bir şəkildə həmən o yaşadığın yerə, ev əslində bizim mədəniyyətdə çox dəyərli bir yerdir. Yəni hər mədəniyyətdə bu belədir. Təbii ki, ev təməl bir tələbatdır, fərdi yaşayışdan söhbət gedirsə. Amma bir o qədər də bizim ailə yönümlü mədəniyyətimizdə evin çox xüsusi bir rolu var. Yəni həm ocaq barəsində biraz müqəddəslik səviyyəsinə evi qaldırırıq. Ona görə burada milli mədəni o kodların olması sanki olmalıdır, amma yoxdur. Bəncə biz artıq buna qayıdırıq. Bəli, qayıdırıq. Çünki Qarabağda görülən bir çox layihələrdə, həmkarlarım tərəfindən hazırlanan layihələrdə mən artıq bunu xırda detallarda da olsun görürəm. Yəni milli memarlıq üslubu sadəcə şəbəkə deyil, sadəcə aynəbənd deyil. Bu xırda bir detallardır və onu bəzən bizim gözümüz görməsə də belə ruhumuz hiss eləyir. Bu rəng seçimləridir. Bu xırda detallardır. Eyni dediyim o qapı qulpu olsun, pəncərənin forması olsun. Bunların hamısı artıq çox maraqlı şəkildə təbliğ olunur və dəstəklənir. Bu çox vacibdir. Biz artıq milli ənənələrimizi əks etdirməkdən fəxrlə bunu həll edirik. Yəni, çəkinmirik. Bəli, bu layihələr də inandırım sizə, bu hər bir həmkarın bir layihə hazırlayanda artıq sadəcə bunun maddi tərəfini fikirləşmir. Bu layihələr beynəlxalq konkurslarda iştirak edir. Bu layihələri artıq bizim xarici həmkarlarımız görür və bu milli dəyərlər o platformada əks
əks olunur. Nə qədər gözəldir. Çox gözəldir və belə bir cərəyanın yaranması əslində çox sevindirici bir haldır. Çox ümid edirəm ki, bu davamlı və daha da böyük bir güclə yansıyacaq. Yenə də qayıdırıq necə ki, əslində memarlıq biraz da memarlıq və dizayn biraz da cəmiyyəti yansıdır. Əgər şəxsi olaraq bizi yansıdırsa, demək toplum olaraq da cəmiyyəti yansıdır. Və nəticədə biz görürük ki, bizim milli kimliyimiz o nə qədər güclənirsə, xüsusilə Qarabağ dediniz, yəqin ki, bu yeni zəfər tariximiz buna çox böyük bir töhfəsi var. Nə qədər biz özümüzdən millət olaraq əmin oluruqsa, bir o qədər də fərəhlə, qürurla, çəkinmədən dizaynı da, yaşadığımız yeri də, şəhərlərimizi də özümüzə bənzədirik. Çünki özümüzdən xoşumuz gəlir. Yəni ki, belə hər nə qədər bayağı səslənsə də özümüzü sevməyə başladıqca bunu biz yansıtmış oluruq. Çox ümid edirik ki, bunun davamını görəcəyik. Siz inanırsınız? Mən bilirəm. Bilirsiniz. Mən bilirəm, çünki bu prosesin gedişatını görürəm və həqiqətən də böyük bir qürurla, böyük bir fəxrlə deyirəm ki, milli dizayn ənənələri, milli memarlıq ənənələri dirçəlir və bunu biz çox müasir şəkildə təqdim edirik. Çox sağ olun, çox pozitiv, çox optimistik bir nikbin bir notda bitiririk o zaman söhbətimizi. Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun. Çox xoş oldu və xüsusilə də sizinlə bu mövzunu sizinlə müzakirə etmək də bizi fərəhləndirdi. Təşəkkür edirəm. Təşəkkür edirəm dəvətiniz üçün.